Səlcuq imperiyası. Səlcuqlar Oğuzlara qınıq boynan idilər. Bu tayfa öz adını Səlcuq bəyin adından götürmüşdü. Səlcuq bəy Oğuz dövlətində sübaşı vəzifəsini daşıyırdı. Oğuz yabğısı ilə münasibətləri pisləşdiyi üçün Səlcuq bəy öz tayfası ilə Seyhun çayının sahilindəki Cənd şəhərinə gəldi. Qəznəvilərin işğalları dövründə Səlcuqlar Xorasan vilayətinə köçməyə məcbur oldular. Səlcuqun nəvələri Toğrul bəy və Çağrı bəy Səlcuqları birləşdirərək Qəznəvilərə qarşı mübarizəyə başladılar. Səlcuqlar Xorasanın əsas şəhəri olan Nişapuru ələ keçirdilər. Toğrul bəyin başçılığı ilə paytaxt Nişapur olmaqla Səlcuq dövləti yarandı. Qəznəvilər Xorasanda yeni bir dövlətin yaranmasını qəbul edə bilməzdi. Ona görə də 1040-cı ildə böyük bir qoşunla Səlcuqlar üzərinə yeridilər. Bəlx şəhəri yaxınlığındakı Dəndənəkən adlı yerdə onların arasında qanlı döyüş baş verdi. Səlcuq ordusu Qəznəviləri darmadağın etdi. Səlcuqlar üçün Azərbaycan, İran və İraqa yol açılmış oldu. Bu qələbəyə görə Toğrul bəyə sultan titulu verildi. Dəndənəkən qələbəsindən sonra Səlcuqlar Mərv şəhərində keçirilən qurultayda yeni işğallar planlaşdırdılar. Qurultayda İran, Cənubi Qafqaz və Bizansa qarşı hücuma keçmək qərarı alındı. 1043-cü ildə dövlətin paytaxtı Rey şəhərinə köçürüldü. Səlcuq orduları buradan Həmədan, İsfahan, Gilan və Azərbaycana doğru yürüşə başladılar. 1054-cü ildə Rəv vadiləri, Şədd vadiləri və Tiflis müsəlman əmirliyi tabe etdilər. Sultan 1-ci Toğrul işğalı genişləndirərək 1055-ci ildə Ərəb xilafətinin paytaxtı Bağdadı tutdu. Abbasilər Səlcuq türklərindən asılı vəziyyətə düşdü. Sultan 1-ci Toğrula Şərqin və Qərbin hökmdarı adını verdilər. Dövlətin əraziləri Mavarinə Ən-Nəhrdən Mesopotamiya və Hindiquşa qədər torpaqlara əhatə edirdi. Sultan 1-ci Toğrulun vəfatından sonra hakimiyyətə Alp Arslan gəldi. Onun məqsədi Anadoluya yiyələnmək idi. O, Bizansla müttəfiq olan Erməni, Gürcü və Abxaz hökmdarlarını darmadağın edib Tiflis, Ani, Qaz şəhərlərini ələ keçirdi. Daha sonra Alp Arslan Anadolu üzərinə yürüşə başladı. Bu zaman Bizans imperatoru çox böyük ordu topladı. Bu orduya həmçinin əslən türk olan tayfalar da daxil edildi. İki ordu Malazgirt dözəlindən qarşılaşdı. Malazgirt döyüşü 1071-ci ilin avqustun 26-sına baş verdi. Uzlar və peçeniklər qarşısındakı ordunun soydaşlarından ibarət olduğunu anlayıb, Səlcuqların tərəfinə keçdilər. Vəziyyəti belə görən imperator geri çəkilməyə əmr etdi. Alp Arslan fürsətdən istifadə edərək düşmənin üzərinə qəti hücuma keçdi. Bizans imperatora yaranılaraq əsir düşdü. Lakin Alp Arslan böyük bir nəciblik göstərərək onu bağışladı və azad etdi. Bu döyüş dünya tarixində böyük bir dönüş nöqtəsi oldu. Bu döyüşün nəticəsi olaraq Bizans hər il Səlcuqlara xərac verməli, lazım olduqda hərbi yardım göstərməli idi. Şərqi Anadolu isə həmişəlik türk torpağı oldu. Malazgirt döyüşündən sonra Abbasi xəlifəsi Alp Arslanı İslamın nuru adlandırdı. Alp Arslanı oğlu 1-ci Məlikşah əvəz etdi. O da öz atası kimi yürüşləri davam etdirərək Konya və Ankara şəhərlərini tutdu. Suriya zəbt edildi. Paytaxt Reydən İsfahana köçürüldü. 1-ci Məlikşahın hakimiyyəti illərində Səlcuq imperatorluğunun çəklənməsi dövrü idi. Dövlətin belə qüdrətli olmasında vəzir, dövrün görkəmli alimi və dövlət xadimi Xacə Nizami Mülkün böyük rol olmuşdu. Sultan 1-ci Məlikşahdan sonra Səlcuq imperiyası zəifləməyə başladı. Ayrı-ayrı əmirlər arasında ara müharibələri başladı. Uzun süran ara müharibələri və qiyamlar dövləti zəiflətdi. Buna görə də Avropalıların qarətçi yürüşlərin qarşısını almaq mümkün olmadı. Səlibçilər Suriya və Fələstinin dəniz sahili ərazilərini tutaraq Qüdüsü ələ keçirdilər. Sonuncu Səlcuq Sultanı Səncərin hakimiyyəti zamanı dövlətin parçalanması dərinləşdi. Onun ərazisində Kirman, Konya, Suriya, İraq Səlcuq sultanlıqları, Azərbaycan atabəyləri, Kiçik Asiyada bir sıra əmirliklər yarandı. İmperiyada qoşun başçılarına xidmət haqqı olaraq iqta torpaqlarının verilməsi geniş yayılmışdı. Sərhədləri qorumaq üçün sərkərdələrə uc adlanan torpaqlar verilirdi. Dövlətin əsas gəliri kəndlilərdən alınan 3 adlı torpaq vergisi idi. Məlikşah dövründə ticarətin canlanması üçün vahid çəki, ölçü və pul sistemi tətbiq olunmuş, tacirlər bəzi rüsumlardan azad edilmişdi. Vergilərin çoxluğundan narazı olan kəndlilərin və sənətkarların üsyanları, saray çəkişmələri dövləti zəiflətdi. Səncərin ölümündən sonra Səlcuq imperiyası süquta uğradı. Qədim türklər. Türklərin yaşadıkları ərazilər şimalda Sibir, cənubda Himalay dağlarına çatırdı.
Şərqdə Xinqan dağlarından qərbdə Xəzər dənizinə və Ural dağlarına qədər olan torpaqları əhatə edirdi. Bu torpaqlar Böyük Türkistan adlanırdı. Zaman keçdikcə türklər daha geniş ərazilərdə məskən salmışlar. Türk tayfaları olan Hunlar şərqə və cənuba köç etmiş, Ural və Volqa çaylarını keçərək qərbə yayılmışlar. Onların bir hissəsi Şimali Qafqaza, bir hissəsi isə Qara dəniz sahillərinə gəlmişlər. Şimali Qafqaza gələn türklərin bir qismi Dərbənd keçidini keçərək Azərbaycan və Ön Asiyada yerli türk tayfaları ilə qaynayıb qarışmışlar. Türklərin ən qədim tarixi arxeoloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunəsi əsasında öyrənmişdir. Özbəkistan və Türkmənistan respublikaları ərazisində daş və tunç dövrünə aid yaşayış məskənləri aşkar edilmişdir. Bunlardan biri Namazqan yaşayış yeridir. Sibirin cənubunda və Qazaxıstan çöllərində qədim türk tayfalarına məxsus kurqanlar, torpaq qəbirləri öyrənilmişdir. İssıq gölü yaxınlığında yerləşən Esikdə zəngin tapıntılara malik kurqan açılmışdır. Buradan 5-ci əsrə aid 23 hərfdən ibarət Orxon yazısı tapılmışdır. Türk tayfalarının təsərrüfat həyatında maldarlıq əsas yeri tuturdu. Otlaq sahələri ələ keçirmək və yadelli basqınlarından qorumaq üçün türk tayfaları yeni torpaqlara köç edirdilər. Onlar ailə və ya toplum halında öz yaşayış məskənlərini dəyişir, köçdükləri torpaqlarda hakim olurdular. İdil Bulqar dövləti. Böyük Bulqar dövləti parçalandıqdan sonra İdil çayı sahilində məskunlaşan Bulqarlar Xəzərlərin hakimiyyəti altına düşdülər və uzun müddət Xəzər xaqanlığına xərac ödədilər. 965-ci ildə onlar buranın yerli tayfalarını özlərinə tabe edərək Volqa-Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar və Xəzər xaqanına xərac ödəməyi dayandırdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıkları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etmək imkan yaradırdı. Bulqarlar taxıl, xəz dəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar. Bulqar xanlarının adından pullar kəsilirdi. Monqolların Şərqi Avropa yürüşü zamanı İdil Volqa Bulqar Türk dövləti təhlükə altına düşdü. 1236-cı ildə Monqollar bu dövlətin varlığına son qoydular. Volqa Bulqarları İslam dinini qəbul edən ilk türk xalqlarından biridir. Bulqar xanı xəlifədən İslam dinini öyrənən alimlər göndərməyə xahiş etmişdi. Xəlifə İdil Bulqarlarına bir qrup alim göndərmişdi. Onların arasında qiymətli tarixi məmulatları dövrümüzə qədər gəlib çatmış İbn Fədlan adlı ərəb səyyahı və alimi də var idi. İslam dinini qəbul edən Bulqarlar öz milli dəyərlərini İslam dəyərləri ilə birləşdirdilər. Onlar İslam mədəniyyətinin yaranmasında böyük rol oynadılar. Xəzər xaqanlığı. Sabir, Onaqur və Altay türklərinin törəmələri olan Xəzərlər 7-ci əsrin əvvəllərindən başlayaraq əvvəlcə Xəzər dənizinin qərb sahillərində, o cümlədən Azərbaycan ərazisində yaşamış, sonralar qərbə və şərqə doğru yayılmışdılar. Xəzər xaqanlığı Şərqi Avropanın ilk feodal dövlətlərindən biri idi. Bu dövlətin paytaxtı Bələncər, Səməndər, İdil, Sarkay şəhərləri olmuşdur. 8-ci 9-cu əsrlərdə Xəzər xaqanlığı özünün ən qüdrətli dövrünü yaşayırdı. Bu zaman onun ərazisinə Şimali Qafqaz, Azov dənizi sahilləri, Krım yarımadasının bir hissəsi daxil idi. 9-cu əsrin ikinci yarısında Şərq Slaviyalıların bir çox tayfaları Xəzərlərə bac verirdi. Ölkəni xaqan idarə edirdi. Xaqanın ətrafında böyük imtiyaz sahibi olan bəylər və tarxanlar toplaşmışdı. Xəzər dövlətinin güclü ordusu var idi. Xəzərlər burada və ətraf ərazilərdə çox böyük nüfuza malik idilər. Xəzər dənizinin adı Xəzər tayfalarının adı ilə bağlıdır. Ölkənin ərazisindən şimala və şərqə doğru uzanan ticarət yolları keçirdi. Geniş ticarət əlaqələri
ölkənin iqtisadi və mədəni inkişafına əlverişli şərait yaradırdı. Ərəblərlə aparılan uzunmüddətli müharibələr və digər türk tayfası olan peçeniklərlə mübarizə dövlətin zəifləməsinə səbəb oldu. Zəifləşmiş xaqanlıq 10-cu əsrin 60-cı illərində Kiyev dövləti tərəfindən işğal olundu. Azərbaycan ərazisində yaşayan Xəzər türkləri xalqımızın tərkibinə daxil oldu. Hazırda Azərbaycanın Abşeron yarımadasındakı rayonlardan biri Xəzərlərin adını daşıyır. Cənubi-Şərqi Avropada Bulqar türk dövləti. Qərbi Göytürk xaqanlığı süqut etdikdən sonra Şərqi Avropa düzənliklərində iki dövlət formalaşmışdı. Bunlardan biri Qara dəniz ətrafında yaranmış Böyük Bulqar dövləti, digəri Xəzər ətrafı ərazilərdə yaranan Xəzər xaqanlığı idi. Bulqar dövləti yarandığı vaxtdan güclü siyasi qüvvəyə çevrilmişdi. Lakin dövlətin əsasını qoymuş Kubrat xanın vəfatından sonra onun oğlu arasında yaranan çəkişmədə Böyük Bulqar eli parçalandı. Bu zaman Xəzərlər yaranmış fürsətdən istifadə etdilər. 660-cı ildə Xəzərlərlə Bulqarlar toqquşdular. Xəzərlər qalib gəldilər. Bulqarların bir hissəsi Xəzərlərin hakimiyyətini qəbul edib burada qaldı. Bulqarların digər bir hissəsi isə Kubrat xanın oğlu Asparuh xanın başçılığı ilə Dunay ətrafına çəkildilər. Asparuh xan 679-cu ildə Bizans qoşunları üzərinə qələbə qazanaraq Cənubi-Şərqi Avropa ərazilərində müstəqil Bulqar türk dövlətini yenidən yaratdı. Bizans imperiyası Asparuh xanla sülh müqaviləsi bağlamağa məcbur oldu. Bu müqaviləyə əsasən Bizans Bulqar türk dövlətinin müstəqilliyini tanıdı və ona xərac verməli oldu. Bulqar türk dövlətinin paytaxtı əvvəllər Pliska, sonra isə Preslav şəhəri olmuşdur. Bulqar dövlətini bütün hakimiyyəti öz əlində cəmləşdirmiş xan idarə edirdi. Əhali əsasən əkinçiliklə ilə məşğul olurdu. Bağçılıq və maldarlıq inkişaf etmişdi. Ölkənin şəhərləri bir sıra dövlətlərlə ticarət əlaqələri saxlayırdı. Bulqar türk dövlətinin xarici siyasətində Bizans imperiyası ilə münasibətlər xüsusi yer tuturdu. Bizans imperatoru öz ərazilərində müstəqil türk dövlətinin olması ilə razılaşmaq istəmirdilər. 9-cu əsrin birinci yarısında Bulqar türk dövlətində yeni şəhərlər salındı. Suvarma şəbəkələri yaradıldı. Şərqi Avropada olan yeganə duz mədənləri də Bulqarlara məxsus idi. 864-cü ildə xristianlıq dövlətin rəsmi dini elan edildi. Bu dövlətin və xalqın həyat və məişətinə təsir göstərdi. Ölkənin ərazisinə Slavyanların çoxsaylı axınları daha da artdı. Zaman keçdikcə türk xalqı olan Bulqarlar Slavyanlarla qaynayıb qarışdılar. Uyğur dövləti. Göytürk imperatoru dağıldıqdan sonra Qutluk Bilge Gül Xaqan 744-cü ildə Uyğur xaqanlığının əsasını qoydu. Dövlətin paytaxtı Orxon çayı sahilində yerləşən Ordu şəhəridir. Dövlətin ərazisi Altaydan Mancuriyaya, Xəzər dənizindən Qobi səhrasinədək uzanırdı. Atasının ölümündən sonra Mayonçur Xaqan oldu. O, Çinin paytaxtını tutub, devrilmiş Çin imperatorunun hakimiyyətini bərpa etdi. Əldə edilən razılığa görə Çin Uyğur dövlətinə hər il ipəklə bac verməlidir. Bölgü Xaqanın hakimiyyəti dövründə Çinin bütün ticarət əlaqələrinə nəzarət Uyğurların əlinə keçdi. Bölgü Xaqan Çinə hücum edən Tibetləri darmadağın etdi. Çətin coğrafi şəraitə baxmayaraq, Uyğurlar zəngin təsərrüfat həyatına malik idilər. Maldarlıq və əkinçilik təsərrüfat həyatında mühüm yer tutuldu. Dəmirçilik, zərgərlik, toxuculuq, xüsusilə xalçaçılıq sahəsi inkişaf etmişdi. Böyük İpək yolu buradan keçdiyi üçün bir çox ölkələrlə ticarət əlaqələri qurulmuşdu. Uyğurlar böyük şəhərlər salmışlar. Şəhərlər arasında çox abad yollar çəkilmişdi. Bu yollardan indi də istifadə edilirdi. Uyğurlar Avropalılardan xeyli əvvəl kağız istehsal etmiş və mətbəə yaratmışdılar. Onlar kitab çap edirdilər. Bağa Tarkanın hakimiyyəti dövründə iqtisadiyyat daha da yüksəldi. Lakin 9-cu əsrin birinci yarısında Uyğur xaqanlığı zəiflədi.
842-ci ildə qırğızlar üsyan qaldıraraq Uyğur dövlətinə son qoydular. Oğuz dövləti. Oğuz sözü boy, qəbilə, tayfa mənasını verən ox və cəm şəkilsi olan uzun birləşməsindən yaranmışdır. 24 boydan ibarət olan bu tayfa ittifaqında hər boyun öz nişanı var idi. Bu tayfaların əksəriyyəti əvvəl 1-ci Göytürk xaqanlığının, daha sonra 2-ci Göytürk xaqanlığının tərkibində olmuşdur. Göytürk dövləti dağıldıqdan sonra 8-ci əsrin ortalarında Oğuz tayfaları dövlət yaratdılar. Bir müddət sonra bu dövlət Uyğurların hakimiyyəti altına düşdü. 10-cu əsrin ortalarında Seyhun çayı və Xəzər dənizi arasında yerləşən Oğuz boyları birləşib tarixi mənbələrdə Oğuz dövləti və ya Yabqu dövləti adlanan dövləti yenidən yaratdılar. Dövlətin paytaxtı Yenikən şəhəridir. Dövlətin başında Yabqu adlanan hökmdar dururdu. Yabqudan sonra səlahiyyət sahibi olan Sübaşı orduya başçılıq edirdi. Gülərgin deyilən məmur Yabqunun vəkili sayılırdı. Dövlət başçısının yanında divan fəaliyyət göstərirdi. Şəhərlərdən vergi yığan məmurlar təhsildar adlanırdı. Oğuz dövlətində ordunun əsasını mükəmməl sağlanmış atlı qoşun təşkil edirdi. Oğuzların İslam dinini qəbul etməsi və Oğuz axınları. İslam dinini qəbul edənə qədər Oğuzlar göy tanrıya inanırdılar. 950-ci ildə Oğuzlar İslam dinini qəbul etdilər. Bu dini qəbul edən Oğuzları Türkmən adlandırmaya başladılar. İslam dini Oğuzlar arasında hakim dinə çevrildi. Türk xalqlarının mədəniyyəti daha da inkişaf etdi. İslam və Türk ənənələri birləşdi. Daxili çəkişmələr Oğuz dövlətini zəiflədirdi. Bu vəziyyətdən istifadə edən Qıpçaqlar 1000-ci ildə Oğuz dövlətinə son qoydular. Dövlət süqut etdikdən sonra Oğuzların müxtəlif istiqamətlərə yeni axınları başladı. Onların bir hissəsi Qara Dənizin şimalında məskunlaşdı. Digər qismi isə İran, İraq, Azərbaycan və Anadoluya yayıldı. Avar xaqanlığı. Jujanlar Göytürklərə məğlub olduqdan sonra bu dövlətin tərkibinə daxil olan tayfalardan biri özlərini avar adlandıran tayfalar qərbə çəkildilər. Onlar Qara Dənizin şimalında və Qafqazda məskən salaraq oradan da Şərqi Avropaya köçdülər və burada avar dövlətini yaratdılar. Dövlətin əsasını 6-cı əsrin ortalarında Bayan xaqan qoydu. Qısa bir vaxtda avar dövləti güclü xaqanlığa çevrildi. Bizansdan xərac tələb etməyə başladı. Bizans vergi verməyə razı oldu. 6-cı əsrin sonlarında artıq imperatorluğa çevrilmiş avar xaqanlığının ərazisinə Şərqi və Qərbi Avropanın böyük bir hissəsi, indiki Macarıstanın, Çexiyanın, Slovakiyanın, Avstriyanın və Almaniyanın cənub bölgələrinin bir hissəsi daxil idi. Alman və Slavyan tayfalarının bir hissəsi də avarlardan asılı hala düşdü. Avar dövlətinin yaranmasında və möhkəmlənməsində Hunlar, Sabirlər, Oğuzlar və digər türk tayfaları yaxından iştirak etmişdilər. Avar xaqanlığı Bizansla qonşu olduqdan sonra onun Bizans üzərinə hücumları artdı. Avarlar Sasanilərlə birlikdə 2 dəfə Konstantinopol mühasirə aldılar. Lakin hərbi dəniz donanması olmadığına görə qələbə çala bilmədilər. 626-cı ildə Konstantinopola növbəti hücum zamanı avarlar məğlub oldu. Bu məğlubiyyətdən sonra Avar dövlətinin qüdrəti sarsıldı. Xaqanlığa tabe olan xalqların üsyanı və hakimiyyət uğrunda mübarizə onun zəifləməsinə səbəb oldu. Bəzi türk tayfaları avarlardan ayrıldılar. Bu tayfaları Bulqar dövlətinin başçısı Kubrat xan öz elinə birləşdirdi. O avarları Qara Dənizin şimal sahillərindəki ərazilərdən və Dnepr çayının aşağı axanlarından sıxışdırıb çıxardı. 8-ci əsrin sonlarında Avar xaqanlığı və Frank dövləti arasında uzun sonra müharibə başlandı. Franklarla, sonra isə Bulqarlarla mübarizədə daha da zəifləyən Avar dövləti 9-cu əsrin əvvəllərində süqut etdi. Hazırda şimal-qərbi Azərbaycanda və Dağıstanda yaşayan avarlar qədim avar türklərinin nəsilləri hesab olunur.